Salam uşaqlar. Bugün sizə mayalama prosesi bətndaxili inkişafı dərsinin izahını verəcəm. Mayalama cinsiyyət hüceyrələrinin spermatozoid və yumurta hüceyrənin birləşməsi prosesidir. Burada şəkildə də görürsünüz ki, bu yumurta hüceyrədir, bu isə spermatozoiddir. Mayalama bunun hər ikisinin birləşməsi prosesi mayalama adlanır və yeni orqanizmin inkişafına başlanğıc verir. Bioloji baxımdan bu proses həyatın təməlini qoyur və növün davamlılığını təmin edir. Əgər mayalama prosesi olmasaydı, növünlərin nəsilləri kəsilə bilərdi. İndi bizə burada bir sual verir. Sizcə bu prosesdə yaranan canlılar yeni əlamətlər ortaya çıxa bilərmi? Əlbəttə çıxa bilər. Çünki mayalama biz dedik iki fərdin birləşməsidir və yeni yaranan fərddə yeni əlamətlər ortaya çıxacaq. Çünki yeni yaranan fərd valideynlərdən, atadan və anadan hər ikisindən yeni əlamət alıb və kombinativ əlamət ortaya çıxacaq. Və fikrincə bütün canlılar mayalama nəticəsinə əmələ gəlir. Bütün canlılar mayalama nəticəsinə əmələ gəlir. Biz bilirik ki, çoxalmanın qeyri-cinsi növü də var idi. Bundan əlavə cinsiyyətdə çoxalmanın da elə bir növü var idi ki, onda mayalama getmirdi. Məsələn, mayalamamış yumurta hüceyrədən yeni fərdin əmələ gəlməsi partonogenez var idi ki, partonogenez zamanı yeni fərd yaranırdı, amma mayalama getmirdi. Sonra qadın orqanizmində yumurtalıqlardan birində yetişmiş yumurta hüceyrə ovulyasiyadan sonra uşaqlıq borusuna yönəlir. Uşaqlar, burada şəkildə var. Məsələn, burada qadın orqanizminin bir hissəsi göstərilir. Bu uşaqlıqdır bu hissə. Bu hissə isə uşaqlıq borusudur. Və burada isə yumurtalıqlardır. Yumurtalıqda, fikir verirsiniz, yumurtalıqda ovulyasiya baş verir. Ovulyasiya nə idi? Ovulyasiya qovuqdan, follikuldan yumurta hüceyrənin follikulu partlayıb yumurta hüceyrənin follikulu tərk etməsi prosesi idi ovulyasiya. Ovulyasiya prosesi follikul partladı. Baxın bu şəkil, bu hissəyə follikul partladı, yumurta hüceyrə xaric oldu və uşaqlıq borusuna gəldi. Və hər ay yumurtalıqlardan birində, sağda və yaxud solda hər ay bir yumurta hüceyrə partlayır, uşaqlıq borusuna follikul partlayır, yumurta hüceyrə uşaqlıq borusuna düşür. Və partlamış follikulun da yəni diqqətlə buraxın, sarı cisim əmələ gəlirdi ki, bu da progesteron hormonu sintez eləyirdi. Bizə deyir ki, uşaqlıq borusuna yönəlir. Spermatozoid yumurta hüceyrənin birləşməsi burada baş verir. Spermatozoid yumurta hüceyrənin birləşməsi nəticəsində ziqot əmələ gəlir. Baxın, yenə bu şəkildə fikrimizi yönəldək. Deməli, bu hissədə, baxın burada, follikul partladı, yumurta hüceyrəsi xaric oldu. Hara gəldi? Uşaqlıq borusuna. Uşaqlıq borusunda mayalama, yəni spermatozoidlə yumurta hüceyrənin birləşməsi, baxın bu isə uşaqlıq borusunda baş verdi və ziqot əmələ gəldi. Birləşmə zamanı isə ziqot əmələ gələcəkdir. Ziqotun yaranması başlayır. İnsan ziqotu 23 cüt xromosoma malik olur və bu xromosomlar valideynlərin irsi məlumatını daşıyır. Mən sizə keçən dərsdə də demişdim ki, ziqot, yəni burada verək, məsələn, yumurta hüceyrə 23 dənə xromosom sayı var. Bir də spermatozoid. Spermatozoidin də 23 dənə xromosom sayı var. Bunların birləşəndə nə əmələ gəldi? Ziqot əmələ gəldi. Ziqot isə 46 xromosom sayı, yəni ki, 46 23 cüt xromosom sayına malik olur. Bax, bu 23 cüt budur. Və burada hər iki valideyn xüsusiyyətini daşıyır. Valideynlərdən, məsələn, yumurta hüceyrədən ananın əlamətlərini alır, spermatozoiddən atanın əlamətlərini alır və ziqot hər iki valideyn xüsusiyyətini daşıyır. İndi isə gəlin burada bətndaxili inkişafın burada mərhələlərini ardıcıl düzün deyir bizə. Deməli, bətndaxili inkişafın birinci biz bilirik ki, mayalanma gedəcəkdir. Ona görə birincini Y yazacağıq. Mayalanma prosesi. Burada 1 yazıram. Sonra ikinci gedəcək bizdə mayalanmadan sonra nə əmələ gəldi? Ziqot əmələ gəldi və ziqot bölünməyə başladı. İkincinə C yazacağım. Burada 2 yazıram üstlərinə. Üçüncünə bundan sonra 2-yə, sonra 4-ə bölündü. Yazırıq. Burada 3 yazıram. Sonra 4-ə bölünəndən sonra daha çox bölünəcək. Bundan sonra yazırıq. 4. Üzərində görsəmdə bəlkə altına yazın. 4. Sonra 5-ci. Bundan sonra K.
5K, burada da K yazılım. 6K'dan sonra gələcək A. Bundan sonra isə davamlı olaraq gələcək A'dan sonra D. Buraya yazacağım. 6, 7. Bundan sonra 8 gələcək. 8G. G. 8. Sonra 9B. B. G'den sonra B. B'den sonra Y. 11. ise J. Şimdi bize de müzakere edin. Yeni yaranacak organizm xromosom sahibi irsi xüsusiyyətlər ziqotdan fərqli ola bilərmi? Xeyr, yeni yaranacaq orqanizm elə ziqotun özündən yarandığı üçün fərqli ola bilməz. Çünki ziqot mitoz yolla bölünür və ziqot mitoz da bilirdik ki, mitoz yoluna ana necədirsə mitoz yolla eyni əlamətə malik fərd əmələcək. Yəni ziqot mitozla bölünür və heç bir dəyişiklik olmur xromosom sayında. Yəni ziqotun bölünməsi mitozla baş verir. Ziqot 46 xromosoma malikdir. Mitoz yoluna bölünəndə hər bir hüceyrə yenə də burada, məsələn, burada birləşdi mayalama zamanı. Məsələn, burada birləşdi 23-ü buydu, 23-ü də buydu. Birləşdi 46 elədi və bu 46 yenidən bölünsə də bu da 46-dır, bu da 46-dır. Buradakı bütün hər bir hüceyrə, gördüyünüz hər bir hüceyrələrin biri 46 xromosoma malikdir və mitoz yolla bölünür. Sizcə bətin daxili inkişaf zamanı hüceyrə sayılarının zamandan asılı olaraq artması orqanların formalaşmasına necə təsir göstərir? Biz bilirik ki, hüceyrə sayıları zamandan asılı olaraq bətin daxili inkişafda artır. Və bu da hüceyrələrin sayı artdıqca onlar birləşib toxumaları əmələ gətirəsidir. Və toxumalar da ixtisaslaşır, birləşib ixtisaslaşır orqanları əmələ gətirəsidir. Və buna görə də hüceyrələrin sayı artdıqca ixtisaslaşmış hüceyrələr, yəni toxumalar da əmələ gələcək və bunlar da orqanları əmələ gətirəsidir. Bətindaxili inkişaf şərti olaraq başlanğıc, rüşeyin və döl dövrünə bölünür. Deməli, bətindaxili inkişaf əsasən 3 hissəyə bölünür. Birinci hissə başlanğıc hissə, ikinci rüşeyin hissə, üçüncü hissə döl dövrünə bölünür. Başlanğıc dövrü mayalanma ilə başlayır. Mayalanmadan sonra mayalanmış yumurta hüceyrə uşaqlıq borusu ilə irəliyə, oradan isə bölünərək çox hüceyrəli rüşemiyə çevrilir. Baxın burada bətindaxili inkişafın başlanğıc dövrü harda başlayır? Uşaqlıq borusunda başlayır. Uşaqlıq borusunda mayalanma getdi və başlanğıc dövrü başlandı mayalanma ilə və ziqot əmələ gəldi. Başlanğıc dövründə də ziqot əmələ gəlir və ziqot başlayır bölünmələrə. Baxın burada şəkildəki kimi, eyni bu şəkildəki kimi ziqot başlayır belə bölünmələrə. Və bunun isə çox hüceyrəli rüşeym və bunlar artıq rüşeymdir. Çox hüceyrəli rüşeym əmələ gətirir. Və 4-5 gün bu uşaqlıq deməli, burada uşaqlıq borusunda 4-5 gün rüşeym uşaqlıq borusunda qalır. Və 4-5 gündən sonra rüşeym uşaqlığa doğru hərəkət edir. Baxın, uşaqlığa doğru hərəkət edir. Bu da uşaqlıq borusunun daxilində xovlar var, kirpikçiklər var, xov deyirəm, kirpikçiklər var və bu kirpikçiklərin hərəkəti hesabına rüşeym gəlir uşaqlığa doğru hərəkət edir. Və uşaqlığa düşəndən 2 gündə uşaqlıqda sərbəst qalır və 2 gün sərbəst qalandan sonra uşaqlığın divarına implantasiya olunur. Yəni, uşaqlığın divarına birləşir. Deməli, rüşeym 4-5 gündən sonra uşaqlığın içərisinə düşür. Deməli, 4-5 gün uşaqlıq borusunda qalır, ondan sonra uşaqlığa düşür. Və 2 gündə burada sərbəst qalır. Sonra seliklik qişasına, uşaqlığın seliklik qişası daxil olaraq ona yapışır. Bu proses implantasiya adlanır. İmplantasiyadan sonra bətindaxil inkişafın rüşeym dövrü başlayır. Deməli,
Bir daha xatırladıram. Deməli, başlanğıc dövr harda başlayır? Uşaqlıq borusunda, burada. Başlanğıc dövr uşaqlıq borusunda mayalanma ilə başladı. Mayalanmadan sonra ziqot əmələ gəldi. Ziqot bölünür çoxlu sayda çox hüceyrəli rüşeym əmələ gətirir. Bax, burada artıq ziqot bölünüb çox hüceyrəli rüşeym əmələ gətirir. Çox hüceyrəli rüşeym uşaqlıq borusunda, burada üzərində yazıram, 4-5 gün 4-5 gün uşaqlıq borusunda qalır və bundan sonra 2 gündə sərbəst şəkildə uşaqlıqda qalır və 2 gündən sonra ümumi olaraq 7 gün olur. Deməli, rüşeym dövrü neçə gün oldu? Qeyd edin. Rüşeym dövrü burada yazın. Ümumi 7 gün. 7 gün baş verir. Çünki 4-5 gün borudadır, 2 gündə uşaqlıqdadır. Ümumi toplasam 7 gün rüşeym derim. Başlanğıc dövrü, üzrü başlanğıc. Başlanğıc dövr, başlanğıc. Başlanğıc dövr 7 gün oldu. Deməli, başlanğıc. Peki, üzərində yazın. Başlanğıc dövrü 7 gün baş verir. Buradan yazıram, 7 gün başlanğıc dövrdür. Və bundan sonra 7 gündən sonra implantasiya gedəndən sonra, rüşeymin uşaqlığın daxili divanı implantasiyası baş verəndən sonra rüşeym dövrü başlayır artıq. Rüşeym dövrü implantasiya ilə bərabər başladı. Rüşeym dövründə rüşeymi formalaşdıran hüceyrələrin sayı artmağa başlayır. Rüşeym hüceyrələrin bir qismindən qişalar formalaşır və rüşeym xarici qişası, uşaqlar, deməli, rüşeym dövründə rüşeymi formalaşdıran hüceyrələrin sayı yenə də rüşeym dövründə artmaq davam edir. Bax, burada rüşeym dövrü implantasiya getdi və rüşeym dövrü başladı. Rüşeym dövründə hüceyrələrin sayı artır və bu hüceyrələrin bir qismindən rüşeymin qişaları formalaşır. Rüşeymin iki qişası olur. Biri şəffaf qişadır, burada yazın. Biri isə xovlu qişadır. Deməli, rüşeymlə iki qişa formalaşır. Biri şəffaf qişa, biri isə xovlu qişa. Deməli, xovlu qişa nədir, şəffaf qişa nədir? Burada da diqqətlə baxsa bu şəkildə var. Deməli, bu xovlu qişa qan damarları ilə zəngindir və ananın qan damarları ilə sıx əlaqə saxlayır. Bura qan dövranı güclü gedir. Xovlu qişanın funksiyası dölü, qida maddələri və oksigenlə təmin etməkdir. Xovlu qişanın funksiyası qida maddələri və oksigenlə təmin edir. Şəffaf qişa isə dölü səsdən və ətraf təsirlərdən qoruyur, zədədən qoruyur. Dölü zədədən və səsdən qoruyur. Deməli, davam edək. Rüşeym hüceyrələrin bir qismindən qişalar formalaşır və yaxud da rüşeym hüceyrələrin bir qismindən şəffaf və xovlu qişa formalaşır. Bir qismindən isə rüşeymin özü formalaşmır. Yəni, yeni dölün bir hissəsi dölü formalaşdırır. Deməli, rüşeym xarici qişası xovlu qişadır. Xovlu qişa onun, baxın bu hissə, diqqətlə baxsa, üst tərəfdən, bu hissə xovlu qişa, bu girintili çıxıntılı hissə var, bu hissə xovlu qişadır. Və həm də qan kapilyarlarıyla zəngin olur. Qida maddələri, oksigen bu xovlarla qan kapilyarlarından rüşeymə keçir. Yəni, ananın qan dövranı ilə rüşeymin və yaxud da dölün qan dövranı sıx əlaqədə olur və bu zaman qida maddələri dölü qidalanır, rüşeymi qidalandırır. Rüşeymi qidalandırmağa başlayır. Və xovlu qişanın içərisində nazik və şəffaf olan daha bir daxili qişa və ya qovuq əmələ gəlir. Bu qovuqda xüsusi maye əmələ, bu şəffaf qişa adlanır. Şəffaf qişada da, məsələn, rüşeymin xovlu qişanın aşağısında yerləşir. Məsələn, bu hissə. Şəffaf rəngdədir, məsələn. Bu hissəni deyə bilərəm. Bu hissə
Bu hissə bax şəfa onun xovlunun altında yerləşir. Rüşeymi əhatədə içərisində maye vardır ki, xüsusi maye var. Bu mayədə rüşeym mayenin içərisində yerləşir və hərəkəti, rüşeymin hərəkəti daha asanlaşdırır. Burada özünü xarici təsirlərdən, səsdən qorunur burada. Rüşeym mərhələsində gələcək orqanizm, orqan və orqanlar sisteminə başlanğıc verən qatılar formalaşır. Uşaqlar, rüşeym mərhələsində hüceyrələr çoxlu bölünməyə başlayır və bu bölünmələr rüşeym vərəqələrinə başlanğıc verir. Və bu rüşeym vərəqələrindən isə gələcək orqanların inkişafı başlayır. Sonra burada şəkilə indi diqqətlə baxsaq, yenə də şəkilə baxaq. Yumurtalıqdır. Yumurtalıqda bayaq izah etdiyim kimi yumurta ovulyasiya getdi. Yumurta hüceyrə uşaqlıq borusunda. Burada başlanğıc mərhələsi başladı. Bundan sonra 7 gün sonra isə 3-4 gün, 4-5 gün başlanğıc mərhələsində məsələn rüşeym uşaqlıq borusuna qalır. Sonra 2 gün uşaqlıqda sərbəst şəkildə qalır. Ümumi olaraq 7 gün başlanğıc mərhələsi dövrü gedir və başlanğıcdan sonra təzədən implantasiya başlayır. Burada da implantasiya yaxınlandı. İmplantasiya uşaqlığın divarına implantasiya olunur və bundan sonra rüşeym dövrü başlayır. Burada da dölün bətin daxili inkişafını göstərir. Göbək ciyəsidir bu. Xovlu qişa, bu isə şəffaf qişa. Bundan başqa burada ananın qan damarları və dölün qan damarları, bu da xovlu qişanı göstərir. Bir-birinə sıx əlaqəlidir. Dölün qidalanması, bax bu qan damarlar, tənəffüsü bu qan damarları sayəsində gedir. Və burada 2 arteriya və 1 vena vardır. Göbək, məsələn, göylər arteriyalardır. Buradan yazım 2 arteriya, 1 vena damarı. 3 damar var da, 3 damarlar. Buradan dölün damarları 2 arteriya ya yəni qırmızı rəng götürək. Qırmızı ilə də 1 venanı qırmızı. 1 vena damarı. 2 arteriya bilməm. Bunlar göy rənglər arteriya damarıdır. Qırmızı rəng isə vena damarı. Cift ana və döl arasında bir növ baryer funksiyasını görür. Bu fikri nə ilə əlaqələndirmək olar? Baryer funksiyası qoruyucu. Baryer qoruyucudur. Cift ananın qan dövranı, dölün qan dövranı qarışmır. Yəni cift qoruyur. Anadakı olan bəzi infeksiyalardan, əgər varsa da dölü qoruyur. Yəni qan dövranı qarışmır, ona görə də infeksiyalardan qoruyur baryer funksiyası. Döl dövrün bətin daxili inkişafın 2-ci ayının sonunda başlayır. Artıq 2-ci ayının sonuna qədər təxmini 8 həftə rüşeym dövrü gedir. 2-ci ayın sonunda isə döl dövrü başlayır. Bu dövrün başlanğıcında rüşeym uşaqlığa birləşdirən xarici qişanın xovları daha da inkişaf edər, uşaqlıq çelikli qişasına daxil olur, cift plasentanı əmələ gətirir. Baxın, burada xovlar daha çox inkişaf edir və bunlar artıq döl dövründə burada plasenta əmələ gəlir, cifti əmələ gətirir və cift plasentanı, məsələn, baxın, burada cifti əmələ gəlir. Xovlar daha yaxşı inkişaf edir, cift və yaxud da bu isə plasenta, burada göstərir, cift və yaxud plasentanı əmələ gətirir. Ciftin xovları ana və döl arasında maddələr mübadiləsini təmin edir. Ana və dölün qanı bir-birinə qarışmır. Bu dövrdə plasenta ilə döl arasında əlaqəni göbək ciyəsi yaradır. Deməli, plasenta ilə döl arasında, baxın burada, burada cifti, plasenta isə döl arasında, bu isə döl. Məsələn, bu isə plasenta, bura, bu isə döl. Göbək ciyəsi ilə plasenta və döl arasında əlaqə yaranır. Bu göbək ciyəsidir, bu döldür. Döl, yəni uşaq deməkdir, yəni döl. Bətindəki uşaq döl adlanır. Bu döldür, uşaq gördüyünüz uşaq döldür. Bu xovlar olan hissə plasentadır və burada isə plasenta ilə göbək ciyəsi döllə əlaqələnir. Deməli, göbək ciyəsi vasitəsilə döl oksigen, qan və qida maddələri, oksigenlər, qida maddələri təmin olunur. Həmçinin dölün bədənində əmələ gələn parçalanma məhsulları xovlar vasitəsilə ananın qan kapiyalarına keçir. Deməli, qan döllə ananın qanı bir-birinə qarışmır. Amma anada olan oksigen, qida maddələri
cift vasitəsilə dölə keçir, göbək ciyəsi ilə də dölə keçir və döldə olan parçalama məhsulları isə ananın qan dövranına keçir. Döl qişaları isə dölü xarici təsirdən qoruyur. Biz dedik dölün iki qişa, məsələn, dölün qişası var idi, şəffaf qişa, bir də xovlu qişa var idi və bu qişa dölü xarici təsirdən qoruyur. Bətndaxili inkişafın 4-cü ayından cift qana bioloji fəal maddə sintez edir və bu bioloji fəal maddə hormon və bu zaman müvəqqəti daxili sekresiya vəzifəsini yerinə yetirir. Cift 4-cü ayından etibarən, deməli cift əmələ gəldi 3-cü ayından, amma 4-cü ayından etibarən 3-cü ayından əmələ gəlir. Bir ay ciftin əmələ gəlmə prosesidir. 4-cü ayından artıq hormon ifraz edir və cift daxili sekresiya vəzifəsi funksiyasını yerinə yetirir. Deməli ciftin əmələ gəlməsi plasenta, burada yazıram. Plasenta və yaxud da cift. Və yaxud da cift deyə bilərəm. Əmələ gəlir 3-cü ayda. Hormon ifraz edir. İfraz edir 4-cü ayda. Bunu yadda saxlayın diqqətlə. 4-cü aydan hormon ifraz edir. Burada şəkildə baxırıq ki, döl göbək ciyəsi ilə birləşir plasentaya. Burada uşaqlıqdır, bu isə uşaqlıqdır, uşağın yerləşdiyi yer. Hamiləlik dövründə inkişaf edər, dölün yerləşməsi üçün böyüyür. Uşaqlıq biz bilirik balaca, əzələli orqandır, amma döl böyüdükcə uşaqlıq da əzələli olduğu üçün genişlənə bilir. Daha sonra doğuşdan sonra yenidən öz formasını alır. Bundan sonra döl, bu bətin daxili gördüyümüz uşaq bu döl adlanır. Sonra doğuşa yaxın baş aşağı vəziyyətdə dayanır. Burada sonra plasenta verib, bu isə plasentadır, cift və yaxud da plasentadılar. Hamiləlik dövründə dölü oksigen və qida maddələrlə təmin edir. Plasentanın döl göbək ciyəsi ilə əlaqələndirirdi. Bu isə onurğadır. Dölün başının oma və büzdüm sümüklərin sıxmasına mümkün qədər uyğunlaşa bilir. Doğuş zamanı uyğunlaşa bilir. Hətta dölün kəllə sümükləri də doğuş zamanı uyğunlaşıb yığışa bilirlər. Yəni tam birləşmir bu zaman. Biraz sıxılırlar və dölün bədəndən xaric olması üçün o da kömək olur. Burada doğuş prosesi verir. Dölün orqanizmdən xaric olması prosesidir. Bu da göbək ciyəsi. Bu maddələrin təsirindən hamiləlik dövründə nə uşaqlığın selikli qişası qopur, nə də aybaşı sikli baş verir. Yəni, hansı maddənidir? Plasenta, biz dedik, müvəqqəti daxili sekresiya vəzifəsi yerinə yetirir. Cift qana, yəni plasenta, yəni ki, cift qana hormon ifraz edir. Yəni, müvəqqəti hamiləlik dövrü hormon ifraz edir. Və bundan sonra da nə üçündür bu hormon? Bu hormon onun üçündür ki, uşaqlığın selikli qişası qopmur, yəni aybaşı baş vermir. Hamilənin sonuna kimi döl uşaqlıqda inkişaf edir. Hamiləlik təxminən 38-40 həftə davam edir. Bu dövrdə zaman keçdikcə dölün ölçüsü və kütləsi artır. Bəzən mayalamadan sonra ziqot bölünər, bir neçə rüşeymə başlanğıc verir. Bu zaman eyni yumurta əkizləri əmələ gəlir. Uşaqlar, baxın burada bu eyni yumurta əkizlərinin əmələ gəlməsidir. Eyni yumurta əkizləri bir spermatozoid, bir yumurta hüceyrə iştirak edir. Baxın, bir spermatozoid, bir yumurta hüceyrə iştirak etdi. Eyni yumurta. Və bunlar eynidir. Yəni, ikisi də ya qız ola bilər, ya da oğlan ola bilər. Bir spermatozoid, bir yumurta hüceyrə iştirak edir. Və bunlar, bu əmələ gələn, bax, buradakı eyni yumurta əkisidir. Əmələ gələn hər iki uşaq ya qız ola bilər, ya da hər ikisi oğlan ola bilər. Eyni yumurta əkisindən əmələ gələn uşaqlar. Eyni yumurta əkisinin ciftləri bir dənə ciftə sahibdirlər. Amma göbək ciyələri, baxın, 2 dənə göbək ciyəsi var. Ciftləri bir dənə olur. Eyni cift var, bir dənə cift var. Eyni yumurta əkislərin cifti birdir, ümumi bir cifti var. Amma göbək ciyələri 2 dənə, hərəsinin özünə uyğun göbək ciyəsi var. Və bu ziqot
Bu ziqotun bölünməsi zamanı başlanğıc dövrdə ziqot bölünür və bölünməsi zamanı baş verir eyni yumurta əkizlərinin əmələ gəlməsi. Ziqotun çoxlu sayda bölünməsi zamanı. Və bir neçə rüşeymə, 2 dənə rüşeym, burada şəkildə gördüyümüz 2 rüşeymə başlanğıc, hətta 3 rüşeymədə, 4 rüşeymdə, yəni istisnalar ola bilər. Eyni yumurta, deməli, eyni yumurta əkizlər zamanı bir yumurta hüceyrə, bir spermatozoid iştirak etdi və doğulacaq uşaqların hər ikisi qız və yaxud da hər ikisi oğlan ola bilər. Yəni cinsiyyət bir cinsiyyət olur eyni yumurta əkisində və bunlarda cift bir olur. Göbək ciyəsi isə uşağın sayına görə göbək ciyəsi olur. Hər uşağın özünün göbək ciyəsinə bağlanır. Və burada isə müxtəlif yumurta əkizlərini verir. Müxtəlif yumurta əkizlərində, məsələn, burada 2 dənə əkiz uşaq göstərir. Deməli, burada müxtəlif yumurta, ayrı-ayrı yumurtalarda hər yumurtanı da ayrı-ayrı spermatozoidlə mayalanır. Məsələn, burada ümumi olaraq 4 dənə qamet var. İkisi yumurta hüceyrə, 2 yumurta hüceyrə və 2 spermatozoid var. Diqqət etsək, burada görərik bir yumurta hüceyrələnən bir spermatozoid mayalandırır, bir yumurta hüceyrələnən bir spermatozoid mayalandırır və müxtəlif yumurta əkizlərində cinsiyyət oğlan qız da ola bilər və yaxud da qız oğlan da ola bilər, oğlan da ola bilər. Xatırladaq ki, eyni yumurta əkizlərində eynis olur, kopya olur, bir-birinə oxşar olur uşaqlar. Amma müxtəlif yumurta əkizlərində bir-birinə bənzəməyə də bilərlər uşaqlar. Çünki başqa-başqa yumurta hüceyrə, ayrı-ayrı yumurta hüceyrələr mayalanıbdır. Məsələn, burada bir yumurta hüceyrə mayalanıbdır. Əmələ gələn uşaqlar eynisi olur, bir-birinə oxşar olur. Burada isə ayrı-ayrı yumurta hüceyrələr mayalanıbdır və yaranan uşaqlar isə bir-birindən oxşamaya da bilər. Oğlan qız da ola bilər. Və yaxud da 2 qardaş ola bilər, bir-birinə bənzəməyə bilər. 2 bacı ola bilər, bir-birinə bənzəməyə bilər. Müxtəlif yumurta əkizlərində. Və bacı qardaş ola bilər. Və bu zaman fikir versək, 2 cift var. Yəni, bir cift, yəni bir yumurta hüceyrədən mayalanmanın bir cifti buradan əmələ gəldi. Digərinin də, bax, bu hissəndə mayalanması zamanı, baxın, əgər bu mayalanırsa, bunun özünün cifti var, bu mayalanırsa özünün cifti var. Hər nə qədər ki, müxtəlif yumurtalar mayalanacaq, hər yumurta sayına görə onun ciftləri də var. Yumurta hüceyrənin sayına görə cifti də var. Burada 2 yumurta hüceyrə mayalanıb, deməli 2 dənə, bu bir ciftdir, burada bir ciftdir, burada da bir cift əmələ gələcək. Və yaranan uşaqlar bir-birinə bənzəməyə də bilər. Amma eyni yumurta ikisi də bir yumurta hüceyrə mayalandığı üçün bir dənə də cift əmələ gəlir. Əmələ gələn uşaqlar, yaranan uşaqlar eyni cins olacaqlar, ya oğlan olacaqlar, ya qız olacaqlar, bir-birinin eynisi olacaq. Çünki bir yumurta hüceyrə mayalanıbdır. Sonra burada gələn öyrəndiklərimizi tətbiq edək. Uyğunluğu müəyyən edin. Başlanğıc dövrü, rüşeym dövrü, döl dövrü. Birincinə, plasenta vasitəsilə maddələrin mübadiləsi baş verir. Plasenta vasitəsilə maddələrin mübadiləsi artıq döl dövründə plasenta əmələ gəlir və maddələrin mübadiləsi baş verəcəkdir. Bu üçü A-nı yaza bilərəm. Sonra implantasiya ilə yekunlaşır. İmplantasiya yekunlaşır, başlanğıc dövrü yaza bilərəm, B-nə yaza bilərəm. Ziqot bölünər bir neçə gün ərzində çox hüceyrəli rüşeymə çevrilir. Burada ziqotun bölünərək çox hüceyrəli rüşeymə çevrilməsi, yenə bu da C-ni yaza bilərəm, bura başlanğıc dövründə baş verir. Plasentanın əmələ gəlməsi ilə başa çatır, rüşeym dövrü, plasentanın əmələ gəlməsi ilə başa çatdı. Orqanlara başlanğıc verən xüsusi hüceyrə qatları əmələ gəlir. Burada da xüsusi hüceyrə vərəqələri, məsələn, rüşeym vərəqələri burada əmələ gəlir. İndi öyrəndiklərinizi yoxlayın. Ziqotun formalaşmasından sonra hansı mərhələdə orqanizmin əsas hüceyrələri, qatları formalaşmağa başlayır? Ziqotun formalaşmasından sonra rüşeym mərhələsində artıq hüceyrə qatları formalaşır rüşeym mərhələsində. Burada deyə bilərik. Burada yazın rüşeym mərhələsində. Sonra rüşeym dövründə xovlu qişanın funksiyası nədir? Rüşeym dövründə xovlu qişanın funksiyası qida maddələri, bir də oksigenlə təmin etmək. İmplantasiya baş tutmazsa bətndaxili inkişafın hansı mərhələsi yaranmayacaq və bunun nəticəsi. İmplantasiya baş tutmazsa rüşeym mərhələsi yaranmayacaq.
Rüşeym. Çünki biz bilirdik implantasiya olanlar başlanğıc dövrü implantasiya ilə bitir və rüşeym başlayır. Eyni yumurta kislərinin yaranması zamanı ziqot hansı mərhələdə bölünür? Başlanğıc mərhələsində artıq ziqotun bölünməyə başlayır eyni yumurta kislərinin yaranması zamanı. Hamiləlik zamanı ananın həyat tərzi uşağın bətndaxil inkişafına təsir edirmi? Əlbəttə təsir edir ananın həyat tərzi. Ananın həyat tərzi uşağın bətndaxil inkişafına birbaşa əlaqəlidir. Müasir dövrdə hansı faktlar hamiləliyə dövrün inkişafına mənfi təsir göstərə bilər? İçkidir, siqaret, alkoqoldur. Nəsə alkoqoldur, narkotikdir, siqaretdir, sonra radiasiyadır, radioaktiv şüalamalardır, sonra zərərli qidalardır, ekoloji havanın ekoloji çirklənməsi bunlar hamısı dölün inkişafına təsir göstərir.